Hər birinizi salamlayıram, kanalımıza və videomuza xoş gəlmisiniz. Qabaqcadan deyim, pul həsrətində olan şəxslər bu videoya baxmasın, çünki bu videoda ağlaya bilərik. Neysə, zarafatı qoyaq bir qarağa. Bugün pul yeyən adama baxacağıq. Düz əslində videolar zarafat məqsədilə çəkir, güya yeyir də pulu. Amma yemiş kimi göstərir, yəni gözümüzün qabağında pul yeyəcək. Davamını istəyirsə videomuza like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın. 4000 abunəyə doğru gedirik. Çox uzatmadan keçdik videoya, xoş izlənilər. Deyək ki, evdə yoxlamayın. Pulunuz hayıfdır. Bu nədir ola? Ətirdir bu, palçıq nədir? Ayda, torpaq suyu deyə palçıqdır bu. Şəkil necə hərəkət eləyir elə? Qaytardı ya. İğrənç kimi deyə. Dollara bax. İstidir güya. Oyda. Hayf. Ən üsttəki dollar deyil ki. Yox, dollar deyil. Qarışdırdım. Ayda. Gözümüzün qabağında yedi. Güya yedi. Oyda, nə qədər də Allah. Bunlara hamısını yesə bu da gedər özündən. Çölə gedə bilməz, Çəkiz falan da gətirib. Bu nə də Allah? Bu palçıqdır elə. Nədir o elə? Nəsə şübhəlidir ya. Sarəsi olsa çəkizi deyər. Qəpiklər deyəcək. Qəpiklər nəsə pis vəziyyətdə deyə. Yeməli qəpiklər var bu arada. Oyda, o qırmızı nədir? İğrənc görünür. Tamat da o elə. Dadlı olsun da, yəni. Qəpiyi qoydu ki, manatın üstündə dadlı olsun, qəşəng. Boşqabı deyil. Brilyant. Niş olsun. Ayağı qolunu gedə bilməyəcək. Təbrik edirəm. Bu sihirbaz ya deyəsən. Bu arada yemir ha bunları. Özünü elə göstərir ki, güya yedi, içdi. Belə qurma videolar da. Hesabı da ye. Ay sağ ol. Ona da yedin, tamamlandı. Baş xarab deyə bunu. İndi görüm nə yeyir. Bu nədir la? Oyuncaq kimi gəldi. Elə bir dizgi filmə baxırıq. Kağız parçasından düzəldilmiş bud. Qorxma, ye. Ürəklə ye. Dadlı olar məncə. Ağzımın suyu axdı ya. İndi bunu gözləyəcək ki, yeyib qutarsın. Həqiqətən adam bunu yesə nə olar görəsən belə? Kardon yesə nə olar? Oyda, adam ölər hə. Vallahi ölər adam. ChatGPT-dən soruşum gələk. Nəsə dərdim olan kimi yazıram ChatGPT-yə. Bu necə olur belə? Bu videola qurma deyə məncə. Qurma deyə onsuz da, amma ki nəsə qəribə oldu deyə. Əsl süzüldü də, yəni kardondan su. Su deyəndə ki, o süzülən də elə suya bənzər bir kardon idi. Ancaq bənzədib də halal olsun. Bacarır bu işi. O zaman bu videolar 10-15 il bundan qabaq çəkilib. Bunu balaca uşaqlar çəkir məncə. Biz də durub reaksiya verdik.
Oyda çəngəl belə, yəni vilka belə kardondandır. Hər şey kardondandır. Sıra gəldi buda. Budu necə oxşadıblar, əsl bud da elə bir. Elə yeyir ki, nəfsim çəkdi. Bir əsl bud yeyir. Sümüyü də yesəydi tam oturardı. Əsl it. Ayda. Nə qədər başdan xarab var. Belə bir video çəkə bilərik biz də. Məncə bu videolar bu tək çəkmir. Kömək var buna. Tək çəkə bilməz axı. Əsl sümüyün səsi çıxdı. Eşitdiniz? Neyse. Bunun işi ağır olacaqdı yəni. Bir videomuzun da sonuna gəldik. Videolarımız biraz qısa olur. Bilirəm, qısa olmağının səbəbi isə hər gün yəni davamlı video paylaşacağam. Bir gün video paylaşmasam, yəni o bir gün uzun bir video olacaq 8-lərə. Gələn videolarda görüşmək ümidi ilə. Sağ olun, sevgilisiniz. Videomuza əgər like atmamısınızsa, like atmağı yaddan çıxarmayın. Bura qədər izləyənlərə təşəkkür edirəm. Sağ olun.